Bax, Azərbaycan fəxridir də. Bax, Elmin qardaşımız gəlir. Dəmirəyən deyəcək. O nə? Pəhlivanımızdır. Sən mən deyim ki... Amma bu boyda oğlan olmağına baxmayın. Kimin qorxusundan gəlib öz deyəcək. Gəl deyib, buradan al verələ. Sən də məndən gəlmişəm, buraya qardaşımı al verələ. Deyim pəhlivanlar gəlsin. Bəli. Gəlməsə onlardan küsər. Allah sizə dəyməsin. Ürəyim sağ ol. Sağ olasın. Belə Pəhlivanımızın qardaşlar. biri də orada. Bəli. İsmail qardaş da göstər. Deyələqandan sizə görə gəlmiş. Qardaşlarımız gəlir. Bax, görürsünüz necə gəlib dəyər verirlər. Bax, indi Rafael Ağayev söz verib, bu həftə ərzində inşallah o gələcək. Ondan sonra, bax, bütün Azərbaycan fəxrləri, insanların cəmiyyətə yararlı, düzgün örnek olan insanlar bizi də seçirlər. Gəlirlər bizdən, bu bəlkə də, bax, Elmindir, nə bilim, Rafael kimi qardaşımızdır. Belə şeylər, ucuz şeylər geyinməzlər. Sadəcə o gəlir ki, bizim könlümüzü xoş eləsin burada. Vallahi deyirəm, yəni bax, biləm ona görə gəlir. Mən bir şey deyim, mən həmişə bahalı paltarlar geyinirəm. Onun hamısı var burada vallahi. Boş fotoğraf. Gəlmək lazımdır, həqiqətən Allah də. canınızı sağ eləsin. Daha biz ünvanımızı salacaq bura, Royal qardaşımın yanına. Gəlin bax 20 yanvarda, Sumqayıtda 28-də filiallarımız var. Bütün hamı gəlsin, hamının da qulluğundayım. Bizə lazım belə kişilər. Çünki mən baxıram internetdə, TikTokda düzgün örnek onlar. Biri lağ eləyər ki, ay nə deyə armatur eləsin. Qardaş, qoy sənin uşağın körpün görür ki, bu adam düzgün işləmir. Qoy ona baxsın. Kişilər var, bəzilər var, arvad paltar giyinir. Ona baxmaq lazımdır. Biz düzgün işləyik. Bəli. O buna Bax, bu da İsmail qardaşımız. Buna qurban olmaz. Sağ olun. Real kurgun dəyişir ki, mənunudur. Yox, İsmail'lə kəyinədir. Sağ olun, var olun. Sağ olun. Çəkil çəkil.